Və Üzeyir bəy kifayət qədər kəskin yanaşır və tibb elminin yanaşmasında müəyyən mənada Üzeyir bəyin mövqeyi ilə üst-üstə düşür. Niyə xalq təbabətindən bu mövqe var? Mən bir cümlə deyim, çox üzr istəyirəm. Mən xalq təbabətinin əleyhinə deyiləm. Onu verə bilərlər. Amma gəlib bunu, dərmanı kəsin, bunu istifadə edin deyə bilməzlər. O zaman sizin mövqeyinizi alaq. Dərmanlar yoxsa bitki, şəfanı harada tapaq? Sualın qoyuluşu mənim hesabımdan, mənim baxışımdan biraz fərqli olmalıdır. Niyə? Necə olmalı? Bizim hər dördümüzdə, biz Azərbaycan Dövlət, o vaxtki Nəriman Nərimanov adına tibb institutu, bugünkü Azərbaycan Dövlət Universitetini qurtarmışıq və Üzeyir doktor kimi danışan adamları mən çox normal qəbul edirəm. Niyə? Çünki bizə orada nə bitki, Rusiyadan çevrilmiş tərcümələr idi bizim farmakologiyada. Bitkiləri hələ bu gün də mükəmməl öyrənilməyib, elə bitkilər var. Təbii ki, Füzuli doktorgildə xeyli bu sahədə iş görürlər. Yəni, onun gözümüzün qabağında heçdən Azərbaycan aptekləri Rusiyadan gələn bitkilərlə doluydu. Bugün Azərbaycan bitkiləri satılır. Niyə deyirəm normal baxıram? Çünki o, mən də elə baxmışam. Mən təbii sulla deyəndə çox pis reaksiya vermişəm həyatımda. Bu sahəyə gələnə kimi. Normal baxırsınız deyir ki, yəni razılaşmırsınız və mövqeyini normal qarşılayırsınız. Razılaşmamışam. Bugün ancaq baxışım fərqlidir. Mənə elə bir dərman göstərə bilməzsiniz ki, bugün onun həmin ürək-damar sistemində o qan durulducu kimi fəaliyyəti zəl qədər effektli olsun. Mən də kardioloqum, 47 eləməlisiniz. Yox. Hodri meydanı, ispat eləyin. Elmi əsaslar var. Göstərin ki, filan çalışmada aspirindən üstündür. Bu xalq. Aspirin siz bilirsiniz turşudur və turşu olduğu üçün də mədəni sellik qışasına təsir edir. Zəlidəki nədir bilirsiniz? Zəlidəki də hirudindir. Ondan da bivalidin deyə dərman istifadə edir. O digər fermentlər başqa, amma qanı duruldan hirudindir. 250-dən artıq ferment. Doğrudur, amma qanı duruldan hirudindir. Siz zəli haqqında bilməyiniz mümkün deyil. Çünki zəli haqqında... Hirudinin tərkibidir də elə. Bəli. Həmin fermentlər, məsələn, oligoraza, distibilaza, bunlar hamısı hirudinin tərkibi hissəsidir. Qanı bu dediyiniz ferment heç elmi əsası yoxdur. Bu sizin fərqinizdir. Yoxdur, sizin xəbəriniz yoxdur. Mənim xəbərim var. Yoxdur xəbəri. Niyə yoxdur? Mən gəlib fermentasiya Almaniyada, tək Almaniyada 300 dənə zəli ilə müalicə mərkəzi var. Siz nə danışırsınız? Ya baxın, zəli ilə qanı necə duruldacaqsınız, mənə izah edin. Hansı dozada necə? Doktor, siz tətbiq eləməmisiniz. Burada da bunu inkar eləmək olmaz. Əgər zəli ilə qanı duruldacaqsınızsa, siz hər gün zəli vurmalısınız. Hər gün deyil zəli. Bir qanduru hirudinin yarılanma ömrü nə qədərdir? Doktor, qaydası var. Mən normal qarşılayıram. Çünki bu sahədə elm yoxdur, bilik yoxdur. Və ona görə də mən də bir keçmiş Sovet kardiologu kimi və normal baxıram. Ancaq mən gəlib buraya düşəndən sonra ən azı mənim öz sağlamlığım var da. Ən azı. Ki mənim nəslim, köküm hamısı çox gənc ürək-damar sistemi xəstəliklərindən gedib. Və mən bugün artıq yaşın xeylisini gəlmişəm, çox rahatam. Göstərə də bilərəm elə fasilədə sizə. O an duyuram, o gün duyuram. And olsun Allaha. Həmin an niyə? O dediyim kimi deyir, biz hamımız bilirik, onun elmi göstəricilərini də bilirik ki, bəli, turşu tərkiblidir bu tabletdə. Mədəni sellik qışasını yandırır, qan axmaya qədər gətirib çıxardır, mədə yarası, 100-dən adam zəng edir ki, məni pis günə qoydu, köp verdi, nə verdi. Zəli qoyulan adam, ona görə deyirəm, hər halda mən konfederasiyasının üzvü keçmiş seyirdən tək adam. Hələ Türk dünyasını demirəm. Axı, bu mərkəzi olan həmin yerdə ki, Çində bu yüksək səviyyədə Yaponiyada inkişaf edib. Bu Çinlə əlaqədar dediyi kimi Amerikanın özündə küçə ilə gedirsən, heç bir müalicə mərkəzinin sayınla, heç bir klinikanın sayını müqayisə eləmək olmaz. Zəli, ona nə deyirəm, zəli qoyduran adam 6 ay tromb, infarkt, insult olmağı mümkün deyil. Qan duru saxlayır. Həmin tabletləri bircə gün kəsirsən, tək bircə gün. İkinci gün qan kəskin şəkildə qatılaşır. Və o trombun əmələ gəlmə ehtimalı çoxalır. Ona görə də yenə deyirəm, normal qarşılayıram. Çünki keçilməyib, istifadə eləməyib, görməyib. Mən də bunu istifadə elədiyim üçün, o nəticələri gördüyüm üçün və yenə deyirəm, bizə kaş imkan olar, canlı şəkildə insanlar qoşula bilər və fikrini deyək ki, mən nə olayım, birinci gündən effektini alırsın.